Biz qalmışdıq harada? Lətifələrdə. Dedik ki, lətifələrdə yumor, satira, sarkazm üçdə vəhdət təşkil eləyir. Və obrazlar var ki, lətifələrdə Molla Nəsrəddin, Bəhlul Danəndə, Mirzə Bağı, Ayrım Tağı kimi qəhrəmanlar adı çəkilir. Və ya bu qəhrəmanlar özü gülünc vəziyyətə düşür, ya da kimləri isə gülünc vəziyyətə salırlar. Atalar sözləri və məsəllər. Atalar sözləri və məsəllər hikmətamiz məzmun daşıyır. Yəni burada müdrik məzmun var. Və bu atalar sözləri formalaşıb bitkin xüsusiyyətə çevrilməsi üçün zamanın sınağından keçibdir. Və uzaq nəsillərdən bu yana insanlar dünya görüşünə, həyatda başına gələn hadisələrdən dərs alıb və bu cür atalar sözlərini yaratmışlar. Misal üçün, iş insanın cövhəridir. Ondan sonra ağac bar verəndə başını aşağı əyər. Atalar sözlərinə və məsəllərə müdrik sözlər, qanatlı sözlər də deyilir. Atalar sözü bitkindir. Məsəllər isə müəyyən əhvalatla bağlı olur. Yəni, məsələləri başa düşməkdən ötürü hökmən onunla bağlı olan lətifəni bilmək lazımdır. Yəni, məsələlər lətifələrin sonundan əmələ gəlir. Misal üçün, Molla Nəsrəddinlə bağlı olan lətifə var ki, deyir ki, dava yorğan davasıymış. Burada gülməli bir hadisə danışılır və sonunda Molla Nəsrəddin cavab verir ki, dava yorğan davasıymış və bu məsələ istifadə olunur. İnsanlar arasında geniş istifadə edilir. Sonra gəlir tapmacalar. Tapmacalar qarşısındakının bir növ intellektual səviyyəsini yoxlamaqdan ötürü istifadə olunur. O niyə belə oldu? Tapmaca. Qarşısındakının intellektual səviyyəsini yoxlamaqdan ötürü əşyalar üstü örtülü təsvir edilir. Məcazi təsvirlərdən istifadə olunur. Tapmacanı hərfi mənada dərk etmək qeyri-mümkündür. Mütləq onu bir növ yaradıcı düşünmək lazımdır ki, onun cavabını tapasan. Sonra yanıtmacılar. Yanıtmac nitq inkişafı üçündür. Nəzm və nəsr formada olur. Nəzm və nəsr formasında ola bilir. Yumoristik səciyyət daşıyır. Eyni səsin, oxşar səslərin təkrarlanmasından yaranır. Misal üçün, işlətdiyimiz ən çox Aşpaz Abbas aş asmış, asmışsa da az asmış. Misal nümunə deyə bilərik və yaxud başqa bir nümunə. Getdim gördüm bir dərədə 2 kar, kör, kürk, yırtıq kirpi var. Bu misalları göstərə bilərik. Yaxşı, nağıllar haqqında nə deyə bilərik? Nağıllar şifahi xalq ədəbiyyatının epik janrının ən qədim nümunəsi hesab olunur. Ən qədim nümunəsi hesab olunur. Özünə məxsus başlanğıc və sonu olur. Pişrovdan istifadə olunur. Ondan sonra məzmun etibarı 3 yerə bölünür. Heyvanlar haqqında, sehirli nağıllar, məişət nağılları.
Heyvanlar haqqında nağıllarda haqsızlıq, ədalətsizlik motivləri özünü göstərir. Sehirli nağıllarda isə sehirli qüvvələr iki yerə bölünür: müsbət və mənfi. Müsbət qüvvələr, misal üçün uçan xalça, simurq quşu və digər müsbət xeyirli, qeyri-adi qüvvələr. Mənfilərə isə deyə bilərik ki, küpə girən qarılar, ifritələr, əjdahalar, divlər, cinlər və s. Sehirli nağıllarda, yəni bu qəhrəman öz arzularına çatmaqdan ötürü bunlardan istifadə edir. Məişət nağıllarında isə daha çox realistik mövzuda olur. Yəni burada qəhrəmanlar sehirli nağıllarda, heyvanlar haqqında nağıllarda bir növ yüksək rütbəli şəxslər və yaxud qeyri-adi qüvvələr baş qəhrəman olurlardısa, məişət nağıllarında yerdə olan əhali, xalq içərisindən çıxmış qəhrəmanlar öz əksini tapır. Bir də nağılların özünə məxsus digər xüsusiyyəti də odur ki, hadisələr əsas qəhrəmanla bağlı olurlar. Sonra aşıq yaradıcılığı haqqında nə deyə bilərik? Aşıq yaradıcılığı digər şifahi xalq ədəbiyyatı nümunələrindən əsas fərqi odur ki, qoy yazım bura aşıq. Əsas fərqi odur ki, onun ki müəllifi bəllidir, müəlliflidir. Və aşıqların ən çox istifadə etdiyi şeir nümunələri qoşma, caraylı, bayatılardır. Aşıqları Dədə, Ozan, Varsaq adlandırırlar. Və təkcə aşıqlar toy mərasimlərində deyil, keçmişdə, hətta müharibədə igidləri ruhlandırmaqdan ötürü də aşıqlardan xeyli istifadə edir. Elə Koroğlu dastanlarına fikir versəz, orada döyüş zamanı aşıqlar orada yığışır. Yəni belə motivlər tarixdə, ədəbiyyatda özünü göstərir. Aşıqlar iki yerə bölünür, iki qismə. Yaradıcı və yaşadıcı aşıqlar. Yaradan nədir? Sanki yəni sıfırdan özü şeir qoşur, mahnı oxuyur, dastan yaradır. Bu olur yaradıcı aşıqlar. Abbas Tufarqanlı, Aşıq Ələsgər, Aşıq Şəmşir, Aşıq Hüseyin, Hüseyin Cavan, Tufarqanlı, Xəstə Qasım. Bunları misal gətirə bilərik. Yaradıcılar bunlardır. Onlar sıfırdan yaradır. Yaşadıcı aşıqlar isə ifaçı aşıqlar da adlandırılır. Yəni bu yaradılan hansı ki əsərləri oxuyurlar. Yəni mövcud olan əsərləri səsləndirirlər. Saraclı, kamandar, ondan sonra Əmrah. Bunlar ifaçı aşıqlar adlandırılır. Aşıq yaradıcılığının ən görkəmli nümunələri dastanlardır. Dastanlar epik, lirikdir. Epik əsas hissəni təşkil etdiyinə görə yəni epik lirik adlandırırlar. Əgər lirika daha çox olsaydı, lirik epik adlandırardılar. Amma dastanlar epik lirik sayılır. Burada nəzmlə nəsrin, epik təhkiyə ilə lirik təqdimatın vəhdəti təşkil olunur. Dastanlar iki qrupa bölünür. Məhəbbət dastanları və qəhrəmanlıq dastanları.
Məhəbbət dastanlarına Dədə Qorqud, Şah İsmail Xətai ilə bağlı olanlardır. Yox, əstəğfurullah. Bu qəhrəmanlıqla bağlıdır. Məhəbbət yazdım, bunu səhvdir. Birdən qəhrəmanlıqla bağlıdır. Bir dəqiqə gözləyin. Bunu mən niyəsə belə səhv yazdım. Belə deyim. Qəhrəmanlıqla bağlı Kitab-ı Dədə Qorqud dastanıdır və Koroğlu dastanıdır. Məhəbbətlə bağlı olan dastanlar isə Şah İsmail, Aşıq Qərib. Amma bu demək deyil ki, qəhrəmanlıq dastanları ancaq qəhrəmanlıq var, məhəbbət ola bilməz. Məhəbbət dastanlarında da ancaq məhəbbət var, qəhrəmanlıq ola bilməz. Xeyr, ikisində də həm məhəbbət var, həm qəhrəmanlıq ola bilər. Amma daha çox məzmunda əgər məhəbbətdən söhbət açılırsa, məhəbbət götürürük. Qəhrəmanlıqdan söhbət açılırsa, qəhrəmanlıq dastanı kimi götürürük. Bir də əgər məhəbbət dastanları özünə məxsus ustadnamə ilə başlayır, dastan danışılır, sonu əgər müsbətdirsə, duvaq qapma, yox, əgər sonu mənfidirsə, cahannamə ilə bitir. Necə? Yəni, əgər sonunda qovuşurlarsa, evlənirlərsə, duvaq qapmayla, yox, qovuşmurlarsa, ikisi də ölürsə, biri də ölürsə, başlarına mənfi şeylər gəlirsə, qovuşa bilmirlərsə, cahannamə ilə bitir. Dramatik növ. Dramatik növün digər mənası da belə başa düşmək olar ki, göstərmə xarakterlidir. Yəni, oxumaq demək yox, burada daha çox birinə göstərməyə çalışmaq əsas olur. Dramatik növün özü 3 yerə bölünür. Xalq oyunları, xalq tamaşaları və bir də şəbihlər. Oyun nədir? Yəni, bir qrup şəxs vaxtını daha əyləncəli keçirməkdən ötürü birləşib oyun oynayırlar. Xalq oyunlarına nümunə olaraq xan oyununu deyə bilərik. Xalq tamaşaları isə başqalarına göstərməkdən ötürü bir qrup adam tamaşa göstərdilər, digər insanlar da onları izləyir. Buna nümunə olaraq əkəndə yox, yeyəndə yox, əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaşı deyə bilərik. Xalq tamaşalarının ikinci adı meydan tamaşalarıdır. Yaxşı. Bəs şəbihlər nədir desək? Şəbihlər dini mövzulardır. Dini məhərrəmliklə bağlı. Həsən, Hüseyin, Həzrəti Əli, onların davamçıları, nə bilim, onların mübarizələrindən söhbət açır və ən məşhuru da Qasımın toy gecəsini deyə bilərik. Toy gecəsi. Düzdür, onu indi çıxardıblar, amma o da var. Oyunlar haqqında deyə bilərik ki, oyunlar ən çox oyunlardan kimi istifadə edir? Uşaqlar. Oyunlar özündə nələri birləşdirir? Musiqi, rəqs, şeir, aktyorluq. Yəni, uşaqlar həm mahnı oxuyurlar, həm şeir deyirlər, həm rəqs edirlər, həm də rollara girirlər. Ana olurlar, ata olurlar, nə bilim, nənə olurlar, obrazlara girirlər. Və oyunlar
Oturaq hərəkətli olmaqla iki hissəyə bölünür. Oturaq oyunlara misal olaraq deyirik lal dinməz, əl üstə kimin əli, uçdu. Bu oyunlarda elə bil hərəkət eləmək, qaçmaq, hoppamaq lazım deyil. Yəni durduğu yerdə oturaq şəkildə bu oyunları oynamaq mümkündür. Amma hərəkətli oyunlara mütəhərrik oyunlar da deyilir. Bu oyunlarda əşyalardan da istifadə olunur. Dəsmalı ver, xəndəyə düşmə, dəyirman. Bu cür oyunlardandır ki, burada yəni dəsmalda, nə bilim, müəyyən əşyalardan istifadə edilir bu oyunları oynamaq. Uşaqlar həm bu oyunları oynayarkən həm əylənirlər, həm düzüb qoşurlar, həm yaradırlar, həm bacarırlar. Axı biz bildiyimiz üzrə uşaqların dünya inkişafı üçün oyunlar vacibdir. Bəs bu da dramatik növün içərisinə daxil olubdur. Dərsimiz buraya qədər. Növbəti dərsimizdə abituriyentlərə düşəcək, hansı ki düşəcək mövzular var. Müəyyən nağıllar var ki, onlar düşür. Onların təhlilini izah eləyib atacağım. Hələlik bu qədər. Sağ olun.